miqdarda büdcə vəsaitinin israf edilməsi işi üzrə Mixail Saakashvili 9 il müddətinə azadlıqdan məhrum edilib. Temur Canaşiya isə 300 min lari məbləğində cərimə edilib. Təqsirləndirilən şəxslərin hər ikisi barəsində hökmü Badri Qoclamazaşvili elan edib. Bundan əvvəl hakim izah edib ki, təqsirləndirilən şəxslərin iclasda iştirak etməməsinə görə iclası təxirə sala bilməz. Çünki Gürcüstan qanunvericiliyi bunu nəzərdə tutmur. Hökmün elan edilməsindən sonra məhkəmə zalında səs-küy düşüb. İstintaq Mixail Saakashvili və Temur Canaşiyanı dövlətə məxsus təxminən 9 milyon lari həcmində vəsaiti şəxsi məqsədlər üçün israf etməkdə ittiham edirdi. Məhkəmə prosesləri 2014-cü ildən davam edirdi. Mixail Saakashvilinin məhkəmə prosesində verilən qərar siyasi spektrdə qiymətləndirmələri bərabərində gətirdi. Müxalifətdə qərarın siyasi motivli olduğunu hesab edirlər. Hakim komandada isə sabiq prezidentin əməllərinə görə cavab verməli olduğunu düşünürlər. Saakashvilinin işi ilə bağlı bu gün prokurorluqda da bəyanat veriblər. Mixail Saakashvilinin məhkəmə prosesi başa çatdıqdan sonra Saakashvilinin tərəfdarlarının bir hissəsi 1-ci kanalın foto müxbiri İrakli Gedenidze ilə mübahisə edib. Saakashvilinin tərəfdarlarından biri 1-ci kanalın foto müxbirinə nə üçün vəzifəsini yerinə yetirməsi və nə üçün Saakashvilinin bugünkü məhkəmə prosesini işıqlandırması ilə bağlı iddia irəli sürüb. Xatırladaq ki, 20 ildən artıqdır fotoqraf kimi fəaliyyət göstərən, o cümlədən Mixail Saakashvilinin şəxsi fotoqraf kimi çalışan İrakli Gedenidzeni mayın 26-sında vəzifəsini yerinə yetirdiyinə və fotomaterialı yaydığına görə saxta casusluq ittihamı ilə 2011-ci ildə 3 fotomüxbirlə birlikdə saxlayıblar. 2018-ci ildə təkrar istintaq şəraitində İrakli Gedenidze ona qarşı irəli sürülmüş ittiham üzrə təqsirli bilinməyib və ona tam bəraət verilib. Salome Zurabishvilinin müxalifəti öz ətrafında birləşdirməyə və alternativ siyasi mərkəz yaratmağa müvəffəq olub-olmayacağı siyasi spektrdə yenə qiymətləndirmə mövzusudur. Mamuka Xazaradzinin bu təşəbbüsü müxalifət arasında fərqli fikirlərə səbəb olub. Təşəbbüslə kimin hansı şərtlərlə razılaşacağı və ya müxalifətin ideya ətrafında birləşməyə müvəffəq olub-olmayacağı hələlik bilinmir. Müxalifətin bir hissəsi bu təklifi bəyənir, bir hissəsi isə skeptik əhval-ruhiyyədədir. Hakim komandada rəqiblərinin planlarına və birləşmək imkanlarına şübhə ilə yanaşırlar. 2024-cü ilin parlament seçkilərinin mümkün saxtalaşdırılması işi üzrə prokurorluqda istintaq davam edir. İstintaq orqanı Ədalətli Seçkilər Təşkilatından müvafiq sənədləri artıq alıb. Parlament seçkilərinin mümkün saxtalaşdırılması işi üzrə davam edən istintaq çərçivəsində prokurorluq təşkilatdan 2024-cü ilin parlament seçkilərinin paralel hesablanmasının nəticələrini təhvil verməyi tələb edirdi. Ədalətli Seçkilər Təşkilatı 5 ay ərzində sənədləri ictimailəşdirməkdən imtina edirdi. Müxalifət siyasi partiyalarında prokurorluqda aparılan istintaqa güvənmirlər. Gürcüstanın baş nazirinin rəhbərliyi ilə Ali Təhsil İslahatı üzrə Hökumət Komissiyasının iclası keçirilib. Görüşdə infrastruktur, eləcə də təhsilin keyfiyyəti baxımından ali təhsil sistemində mövcud çağırışlara diqqət yönəldilib. Hökumət başçısı ölkədə universitet təhsil sisteminin keyfiyyətcə dəyişdirilməsinin əhəmiyyətini vurğulayıb. Komissiya yaxın zamanlarda konsepsiya işləyib hazırlayacaq və ali təhsil islahatı bu əsasda yaradılan strategiyaya əsaslanacaq. İrakli Kobaxidze bildirib ki, 2028-ci il üçün universitetlərdə infrastruktur məsələlərini həll etmək, eləcə də tədris və təhqiqatın keyfiyyətini yaxşılaşdırmaq mümkündür. Komissiyanın iclasında qeyd olunub ki, 4 ildə keyfiyyətcə yenilənmiş sistemin yaradılması və gürcü tələbənin Gürcüstanda Avropa keyfiyyətli ali təhsil ala bilməsi üçün bütün resurslardan maksimum istifadə etmək vacibdir. Avtorizasiya Şurası İlya Dövlət Universitetinin avtorizasiya məsələsinə yenidən baxacaq. Avtorizasiya Şurasının əvvəlki qərarı Apellyasiya Şurası tərəfindən təmin edilmədikdən sonra Şura bu məsələyə qayıdıb. Məsələ İlya Dövlət Universitetinin 6 illik avtorizasiya aldığı keçən ilin sentyabrında verilmiş qərarla bağlıdır. Lakin eyni zamanda Avtorizasiya Şurası təhsilin keyfiyyətinin inkişafı mərkəzinə universitetin tövsiyələri yerinə yetirməsini qiymətləndirmək məqsədi ilə bir ildən sonra planlı monitorinq aparmaq
baş vəsatəti ilə müraciət etdi. Cavab olaraq universitet rəhbərliyi bütün standartlar üzrə avtorizasiya ekspert qrupundan ən yüksək qiymət aldıqlarını, avtorizasiya şurasının heç bir əsaslandırma olmadan bunu dəyişdirdiyini və bir ildən sonra monitorinq şərti ilə universitetə avtorizasiya verdiyini bəyan edib. Məhz bu şərtə görə universitet qərardan şikayət edib. Avtorizasiya şurasının iclası təhsilin keyfiyyəti binasının qarşısında etiraz aksiyası fonunda keçirilir. Aksiya iştirakçılarının bir hissəsi birinci kanala şərh vermək istəməyib. Bir hissəsi isə bizimlə söhbətində bildirib ki, avtorizasiya şurasının ötən ilki qərarı İlya Dövlət Universitetinə qarşı cəza tədbiri və selektiv münasibətdir. Çünki universitetin tələbə və müəllimlərinin böyük bir hissəsi Gürcü arzusunu dəstəkləmir. Teatr və Kino Universitetinin yaxınlığında tətil edən tələbələr yenidən toplaşıblar. Onlar statuslarına xitam verilməsi ilə bağlı məsələdən şikayət edəcəklərini və hüquqlarını qorumaq üçün mübarizə aparacaqlarını bildiriblər. Sosial Ədalət Mərkəzi tələbələrin hüquqlarını qoruyacaq. Onların tələbə statusuna xitam verildiyi barədə elektron poçtla bildiriş alsalar da, bu günədək heç kim Etika Məcəlləsinin konkret hansı maddələrini pozmaqda ittiham edildiklərini onlara izah etməyib. Həmçinin tələbələr bildirirlər ki, yeni Etika Məcəlləsi bu gün tələsik dərc olunub və ona tələbələrin xəbəri olmadan dəyişikliklər daxil edilib. Onların tələbi dəyişməz olaraq qalır. Yeni seçkilər keçirilsin, saxlanılan şəxslər azad edilsin və Georgi Şalutaşvili istefa versin. Ədalətli Seçkilər Təşkilatı dövlət reyestrindən azad edilən şəxslərin maraqlarını qoruyacaq. Təşkilat dövlət qulluqçularının müstəqil həmkarlar ittifaqı Konstitusiyanın 78-ci maddəsi ilə birlikdə məhkəmədə 43 nəfərin hüquqlarını müdafiə edir. Onlardan üçünün məhkəmə prosesi bu günə təyin olunub. Üçüncü sektorun nümayəndələri müxtəlif qurumlardan, o cümlədən dövlət reyestrindən əməkdaşların işdən çıxarılmasını, dövlət qulluqçularının hakimiyyətin 28 noyabr qərarından sonra qoşulduğu və Avropa İttifaqı ilə danışıqların 2028-ci ilə qədər dayandırılmasına etiraz etdikləri petisiyanın imzalanması ilə əlaqələndirirlər. Rusiya ordusu Kursk vilayətinin Suca şəhəri üzərində nəzarəti bərqərar edib. Bu barədə Rus mediası məlumat yayır. Nəşr yazır ki, ölkənin hərbi birləşmələri şəhərin mərkəzində Rusiya bayrağını qaldırıb. Yayılmış məlumata əsasən Rusiya ordusunun 11-ci əlahiddə hücum briqadasının desant batalyonu Suca şəhərinin mərkəzi meydanına daxil olub. Daha əvvəl mühasirə təhlükəsi səbəbilə Ukraynanın bir neçə briqadasının Kurskdan çıxdığı məlum oldu. Ukrayna ordusunun bölmələri ötən ilin avqustun 6-sında Rusiyanın Kursk vilayətinə daxil oldular və Suca şəhəri üzərində nəzarəti ələ keçirdilər. Tbilisinin beynəlxalq hava limanı 5 milyona qədər sərnişin axınına malik Avropanın ən yaxşı 5 hava limanı arasında yer alıb. Avropanın ilin ən yaxşı hava limanı aprelin 9-unda Sevillada Roads Europe 2025 aviasiya forumu çərçivəsində mükafatlandırma mərasimində elan ediləcək. Həmçinin Avropanın ilin ən yaxşı aviaşirkəti və turizm istiqaməti seçiləcək. 2024-cü ildə Tbilisinin beynəlxalq hava limanında rekord sayda sərnişin qeydə alındı və əvvəlki illə müqayisədə sərnişin axını 29% artıb. Uğurla başa çatmış danışıqlar nəticəsində Avropanın 4 yeni aviaşirkəti ayın sonundan etibarən Tbilisinin beynəlxalq hava limanında mərhələli şəkildə fəaliyyətə başlayacaq. Bu da ilkin proqnozlara görə 2025-ci ildə 4%lik artımı təmin edəcək. Milli Bank yenidən maliyyələşdirmə dərəcəsini 8% səviyyəsində saxladı. Gürcüstan Milli Bankının məlumatına əsasən 2025-ci ilin birinci yarısında inflyasiya hədəf 3%lik göstəriciyə yaxınlaşacaq. Milli Bankda izah edirlər ki, əvvəlki aylarla müqayisədə beynəlxalq bazarlarda mövcud risklər inflyasiyanın mülayim artımını və onun hədəf göstəriciyə yaxınlaşmasını müəyyən dərəcədə şərtləndirdi.